Salam, hər vaxtınız xeyir. Videoya gəldiyiniz üçün təşəkkür edirəm. İstədim mən ilk olaraq özüm haqqında və bu kanal haqqında bir məlumat verim. Daha sonra biz burada nə eləyəcəyik, hansı mövzulara toxunacağıq, onun haqqında sizə tanış edeyim. Qeyd etdiyim kimi, mən Fəxri Əlizadə hal-hazırda texnoloji şirkətində kiber təhlükəsizlik üzrə mühəndis kimi fəaliyyət göstərirəm. Bundan daha öncəsində isə IT məhsulları və IT xidmətlərinin satışı və marketinq üzrə bir neçə il təcrübəm olub. Əlavə olaraq bundan bir neçə il əvvəl kiber təhlükəsizlik sahəsində bir Udemy kursuna yayımlamışam. Əgər həmin Udemy kursunu belə deyim, baxmaq istəyirsinizsə də, mənə məlumat vermeniz kifayət edir ki, mən sizə ödənişsiz bir link atım və onun vasitəsilə eyni şəkildə ona göz gəzdirə bilərsiniz. Bu kanalda nə edəcəyik? Əlavə olaraq qeyd edim ki, hal-hazırda mənim EJPT V2, CH V12 sertifikat etdiyim analiz, CNSP və buna bənzər bir neçə beynəlxalq sertifikat sahibiyəm. Ümumi olaraq kanalda nə edəcəyik, nə iş görəcəyik? Biz bu kanalda ödənişsiz olaraq kibertəhlükəsizlik təlimləri və ümumi IT üzrə təlimlər yayımlamağı düşünürük. Əlavə olaraq sertifikatlardır, hansı ki beynəlxalq sertifikatlardan söhbət gedir və qlobalda hansısa bir hadisə baş verən zaman bunun IT-yə və kibertəhlükəsizliyə necə təsiri var, bunlarla bağlı da eyni şəkildə videolar paylaşmağı düşünürəm. Amma əsas fokusumuz bizim təlim aspektində olacaq. Bu zaman isə biz əsasən TryHack Mini, Hackbox və INE-ni əsas mənbələr olaraq istifadə edəcəyik. Önümüzdəki videolarda istifadə olunan bütün mənbələrdir və bütün detallardır. Eyni şəkildə tam hiss etdiriləcək. Bu barədə desəz ki, mən onlayn şəkildə videodan baxaraq öyrənə bilmirəm. Bu zaman müəllim dəstəkli bizim ödənişli bir kursumuz da mövcuddur. Həmin kurs vasitəsilə də siz kiber təhlükəsizlik və IT-nin müəyyən sahələrində təlim ala bilərsiniz. Bu videodan gələnlərə isə xüsusi endirim təklifimiz olacaq yenə eyni şəkildə. Ümumi istədim bir məlumat verim. Bu kurs nə üçündür, biz burada nə iş görəcəyik? Siz bu videoya baxan zaman çox güman ki, bizim artıq bir neçə dənə videomuz yayımlanıb müxtəlif materiallardan istifadə edərək kanala göz gəzdirə bilərsiniz və bu materiallarla da eyni şəkildə tanış ola bilərsiniz. Çalışacağım vaxtım olduqca intensiv şəkildə sizi videosuz qoymayım, yəni kiber təhlükəsizlik sahəsində videolar paylaşım. Məqsədimiz bir community yaratmaqdır. İnşallah hansısa bir sahədə video istəyirsinizsə, hansı ki bir spesifik mövzu ola bilər, kommentlərdə yazmanız kifayət eləyir. İnşallah çalışacağam ki, həmin sahədə bir video çəkim və YouTube kanalını yerləşdirim. Ümumi olaraq bu qədər. Vaxt ayırdığınız üçün təşəkkür edirəm. İnşallah növbəti videolarda görüşərik.